Salam əziz müəllimlər, mən Aysun Abdullazadə. Bugün sizə təhsil verənlərin etik davranış prinsipləri haqqında ilk ödənişsiz dərsimiz olacaq. Vaxt itirmədən keçirdək dərsimizə. Birinci prinsipimizə nəzər yetirək. Qələmimizi də qeyd edək. Deməli, etik davranış prinsiplərində gəlir birinci qanunçuluq prinsipi. Baxaq görək qanunçuluq prinsipini digər prinsiplərdən testlərdə fərqləndirən cəhətlər hansılardır? Əsasən, əvvəlcədən qeyd etdim ki, qanunçuluqda daha çox tərif düşür. Ona görə bu tərifləri əzbər bilmək lazımdır. Təhsil verən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Daha sonra, təhsil verən təhsil sahəsində aparılan rəqəmsallaşma, elektron sənədləşmə, onlayn platformalarla bağlı normativ tələblərə əməl etməlidir. Qanunvericilikdə baş verən yenilikləri mütəmadi izləmək təhsil verənin peşə borcu hesab olunur. Gördüyünüz kimi qaydalara əməl etmə, qanunlara, müqavilə şərtlərinə və yaxud normativ tələblərə əməl etmə təhsil verənin peşə borcu hesab olundu və təbii ki, yenilikləri də mütəmadi izləmək lazımdır. İkinci prinsipimiz vicdanlı davranış. Təhsil verən, yəni müəllim, cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirməyə borcludur və təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Sadəcə keyfiyyətlə yerinə yetirsə biləcəksiniz ki, cümlədə yanlışlıq var və yaxud sadəcə səmərəli yerinə yetirmə. O zaman cümlədə bilirsiniz ki, yanlışlıq olacaq. Təhsil verən qiymətləndirmə, davamiyyət, hesabatlarla bağlı obyektiv və şəffaf olmalıdır. Valideyn gəlib övladı haqqında məlumat almaq istəyir, təbii ki, biz düzgün məlumat verməliyik. Süni şəkildə nəticələri şişirtmək, gizlətmək etik pozuntu hesab olunur. Üçüncü prinsipimiz loyallıq. Təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və yaxud digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və yaxud onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Sosial şəbəkələrdə təhsil müəssisəsinin nüfuzuna xələl gətirən paylaşımlar etik pozuntu sayılır. Hansı etik pozuntu? Loyallıq. Təhsil verən şəxsi fikirlərini rəsmi mövqe kimi təqdim etməməlidir. Yəni, tutaq ki, mən gedib başqa bir bağça haqqında yalan, təhrif olunmuş, düzgün olmayan məlumatlar və yaxud internetdə məlumatlar yayıram. Bu zaman hansı prinsipi pozuram? Loyallıq prinsipini. Mədəni davranış prinsipi. Təhsil verən, təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli, təmkinli olmalıdır. Uşaqlara qarşı hörmətli olmalıdır. Tənqidi fikirlərə qarşı hörmətlə yanaşmalıdır. Kimsə sizə gəlib deyəndə ki, bugün məşğələnizi yaxşı keçdiniz, sadəcə uşaqların hamısına bərabər imkanları tanımadınız. Siz sərt bir şəkildə reaksiya vermək əvəzinə oturub nəticə çıxarmalısınız ki, niyə belə etdim, onun üzərində işləyib düzəltmək lazımdır. Bu da tənqiddən nəticə çıxarmadır. Xarici görkəmə, geyimə fikir vermək lazımdır, daxili intizam qaydalarına əməl etmək lazımdır. Psixoloji təzyiq, emosional zorakılıq, qeyri-etik ünsiyyət formaları mədəni davranış prinsipinə qadağandır və təhsil verən konfliktləri dialoq və etik çərçivədə həll etməlidir. Daha sonra qərəzsizlik prinsipi. Təhsil verən vəzifəsini yerinə yetirərkən dil, cins, irq, etnik mənsubiyyət, sosial mənşəyinə, əqidəsinə görə uşaqlar arasında fərq qoymamalıdır.
Təhsil verən özünün, maraqlı şəxslərin mənafi vəzifə funksiyalarının icrasına təsir etməsinə yol verməməlidir. Qiymətləndirmə və münasibətdə şəxsi simpatiya, antipatiya olmamalıdır. Valideyn və ya üçüncü şəxslərin təzyiqi ilə qərar qəbul etmək etik pozuntu hesab olunur. Sonra ictimai etimad. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarının pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Və təhsil verən media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda doğru məlumat almasına köməklik göstərməlidir. Təhsil verən cəmiyyətdə peşəkar nümunə rolunu daşımalıdır. Bunları özüm qısa qeyd olaraq hazırlamışam, çünki testlərdə düşür. Etik pozuntu təkrarlandıqda intizam tədbirləri daha sərt tətbiq edilə bilər. Sonra, sonuncu prinsipimiz bir dəqiqə. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət. Artıq konfidensiallıq prinsipi yoxdur, onu yadda saxlayın. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqları pozan, onların şərəf ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməlidir. Təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, təhsil alanların, valideynin, həmkarının şəxsi həyatı ilə bağlı məlumatların məxfiliyini təmin etməlidir. Təhsil verən xidməti məlumatların məxfiliyini qorumalı, onların şəxsi maraqları üçün istifadə etməməlidir. Şagird və valideyn məlumatlarının rəqəmsal təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Foto, video, səs yazılarının paylaşılması yalnız qanuni icazə ilə mümkündür. Bu da oldu insanın hüquq, azadlıq və qanuni maraqlarına hörmət prinsipi. Məsələn, indi nümunələrə baxaq. Deyək ki, tərbiyəçi qrupda uşaq sayının normadan artıq olduğunu görür və rəhbərlik ona problem yaratma, valideynlər də razıdır deyir. Bu zaman tərbiyəçi qanun və normativlərə əsaslanaraq məsələni rəsmi qaydada bildirir, qanunun əsas olduğunu qeyd edir. Bu zaman hansı prinsip əməl etmiş olur? Təbii ki, qanunçuluq prinsipi. Yəni, rəhbərliyin belə verdiyi məlumat onun üçün qanundan önəmli deyil, əsas qanundur. Və yaxud, tərbiyəçi qrupda bir uşağın valideyni ilə deyək ki, yaxın münasibətdədir və həmin uşağa daha çox diqqət ayırır, bərabərlik anlayışını pozmuş olur. Bu zaman hansı prinsipə əməl etmir? Təbii ki, qərəzsizlik. Biz dedik axı, uşaqlara fərq qoyulmamalıdır. Və yaxud tərbiyəçi müəssisə daxili problemlərini sosial şəbəkədə paylaşır və rəhbərliyi tənqid edir. Bu hal hansı prinsipin pozulmasıdır? Təbii ki, dedik ki, əgər, məsələn, baxın, loyallıq prinsipində nə dedik? İşlədiyi yer haqqında, məsələn, mediada, sosial şəbəkələrdə məlumat verməməlidir. Loyallıq prinsipi. Və yaxud, valideyn əsəbi şəkildə tərbiyəçiyə irad bildirir, tərbiyəçi isə hörmətlə və mədəni şəkildə valideynə cavab verir. Hansı prinsip əməl edir? Mədəni davranış prinsipinə. Və yaxud, tərbiyəçi valideynlərin yanında işinə məsuliyyətsiz yanaşır və tez-tez gecikir. Bu zaman hansı prinsip pozulmuş olur? Təbii ki, burada hansı prinsip pozulur? İctimai etimad pozulur. Və yaxud uşaq fəaliyyətə qatılmaq istəmir, tərbiyəçi isə uşağı məcbur edirsə, uşağın azadlığı artıq pozulursa, təbii ki, burada insanların hüquq azadlıqlarına, marağına hörmət prinsipi pozulmuş olur. Sonra, deyək ki, tərbiyəçiyə valideyn tərəfindən hədiyyə təklif olunur. Tərbiyəçi isə hədiyyəni qəbul etmir və etik qaydalara sadiq qalır. Hansı prinsip? Təbii ki, vicdanlı davranış prinsipi. Uşağı üçün deyək ki, xüsusi diqqət müqabilində hədiyyə verir, ancaq tərbiyəçi olmaz.
burada obyektivliyi qoruduğu üçün təbii ki, vicdanlılıq prinsipini əməl etmiş olur. Bu qədər müəllimlər, bildiyiniz kimi etik davranışda çətinlik yoxdur. Sadəcə qaydaları bilmək lazımdır ki, testdə tətbiq etməyi bacarasınız. Bu dərsin izahı PDF-i qruplara göndəriləcək və bazar günü saat 16:00-da isə ödənişsiz sual-cavab testlər işlədiləcək.